Salam dostlar, ədədi silsilə ilə bağlı belə bir çalışmanın həllinə baxacaq. İlk n həddin ədədi ortası istənilən n üçün 2n olan ədədi silsilənin 10-cu həddini tapın. İlk n həddinin ədədi ortasından soruşulursa, deməli ilk n həddinin cəmini tapmalıyıq əvvəlcə. Ədəd silsilənin İlk n həddinin cəm düsturlarından biri bu formadadır. Sn bərabərdir A1 üstəgəl AN böl 2 vurulsun N. Yəni onların sayı. N həddin cəmini toplamışıqsa, bunun ədədi ortasını tapmaq üçün bu ifadəni biz bölməliyik N-ə. Bunu N-ə böldükdə və cavab edəcək 2N. Yəni ədədi ortası 2N edir, bu bərabərdir 2N-ə. Buradan n'lər ixtisar gedər. Alarıq ki, A1 üstəgəl AN məxrəcdə 2 qalıb, 2-ni 2-nə vursaq, alarıq 4N. Bunu almış olacaq. Burada əgər n'in yerinə 1 yazsaq, onda alarıq ki, A1 üstəgəl A1 bərabərdir 4-ə. Buradan alırıq ki, A1 bərabərdir 2-yə. A1 2 tapdıq. A2-ni tapmaq üçün n'in yerinə burada 2 yazırıq. Alırıq ki, A2, A1 plus A2 bərabərdir 8-ə. A1 2 olduğu üçün buradan alarıq ki, A2 bərabərdir 6 olacaq. Deməli, A1-imiz 2, A2-miz bərabərdir 6-ya. Buradan silsilə fərqini tapa bilərik. Silsilə fərqi onda 6 çıx 2, 4 olar. Bizdən soruşurdu 10-cu həddə. Deməli, onda A10 bərabər olacaq A1 üstəgəl 9 D-yə. A1-imiz 2 idi. Silsilə fərqini 4 tapmışıq. 9-u 4-ə vursaq 36. Onda 38 cavabını almış olacaq.